Yine bir Temu bağlaması. Birlikte baxaq. Görək nələr var burada. Bu günə qədər Temudan 85 dənə eynək sifariş eləmişəm. Hamısı qəşəng gəlib, bəyənirəm. Baxaq. Şəffaf eynək. Eynidir. Sadəcə səhvliklə sifariş eləmişəm. Bu biraz boz tərdir. Kəsdə görürdüm. Qəşəngdir. Dərsə eynək ilk dəfədə alıram. Bu da belədir. Belə bir şeydir. Belə. Bu belə. Siz bu rənglərin gözəlliyinə baxın. Səs sifariş eləmişəm. 16 Pro Max üçün vurmaqdan 16 Pro üçün vurmuşum. Bunu da kabrolar çox uyğun qiymətdədir. Hər birinizi tövsiyə edirəm, ala bilərsiniz. Məsəl üçün, əsl soft rəngləri, yaylıq rəngləri. Çox qəşəngdir də, yəni çox superdir. Və bunu mən niyə sifariş eləmişəm? Adətən qızılı aksesuarlar tez qaralır. Temunun aksesuarları hamısı yaxşı deyil. Amma bu plastik kimi və yaxud da dəmirə oxşur, amma qaralan material deyil və çox qəşəngdir. Buradan çanta vururam. Çantalar çox qəşəng gəlir. Mən bəyənirəm. Bir çanta. İndirimdə almışım hətta. Kiçildib, balacalaşdırıb, böyütmək olur. Belə bir şeydir. Hələ olay çanta burada. Möhtəşəm. Çantanı çox severək almışam. Nə kombinləyəcəm onu da bilmirəm. Amma aldım. Gözəlliyinə baxın. Material olduqca qəşəngdir. Çox gözəldir. Cool bir çantadır. Şirin bir penjama var və cəmi 9 manata vurmuşam. Materialı atlasdır. Və belədir. Hər razmerdə var idi. Burada əslində 4-5 yaşadır. Böyük görsənir. Çox qəşəngdir. Cicili qızlarımız üçün. Çörək ağacım sınmışdı. Bir dənə də bundan sifariş eləmişəm. Ağını sifariş eləmişəm. Çox qəşəngdir. Çəkişlərimi falan boyundan edirəm. Bu belə nə boyda qalxır falan. Şöyle nəsə qalar. Tema alışverişim bu qədər. Ümidvaram bəyəndiniz. Məqsədim bunları alıb sizinlə bölüşüb fikirlərimi bildirməkdir. Bəyəndinizsə bəyənib yorum yazmağı unutmayın.